Salam dostlar, bu dəfəki videom yarpaq bağlama videosudur. Kanalımda bir çox yarpaq bağlama videosu var, amma yenə də istədim ki, bilməyənlərin qarşısına çıxması üçün yenidən bir yarpaq bağlama videosu paylaşım. Bilməyənlər də öyrənsin. Videonu sona qədər izləyin ki, heç bir detayı qaçırmayasınız. Mən ilk öncə yarpaqlarımı tək-tək yuyacağım. Yumuşkən də həm də bir-bir yarpaqların hamısını dəstələyəcəm ki, hər birinə ayrı-ayrı vaxt sərf eləməyim. Yarpaqlarımı hamısını bu cür dəstələdim. Gördüyünüz kimi iri yarpaqları iri yarpaqlarla, xırdaları xırdalarla və orta ölçüləri də biri-biri ilə eyni ölçüdə hamısını bir-bir dəstələdim. İndi bunları böyük ölçülü bir qazana yığacağım. Səliqəli bir şəkildə çalışmaq lazımdır ki, dəstələdiyimiz yarpaqlar dağılmasın. Bu cür yığdım və üzərinə duzlu su əlavə edib bir gün saxlayacağım. Və duzlu suyu da hazırlayıram. Burada bu vedrə 7 litr su tutur və 7 litr suya indi mən duzu əlavə eləyəcəm, qarışdıracağım və yarpaqlarımın üzərinə əlavə eləyəcəm. Onu da xatırladım ki, suyumuz mütləq qaynar su olmalıdır. Və yenə də duzumuzu əlavə eləyib tam həll olunana qədər qarışdırmaq lazımdır. Xatırladım ki, 7 litr suya 7 dolu xörək qaşığı duz əlavə etdim mən burada. Bu ilk mərhələdə və duzumuzu tam həll etdikdən sonra tökürük yarpaqlarımızın üstlərinə. Qaynar suyumuzu təbii ki, yenə də qeyd edirəm, suyumuz isti olmalıdır və ağzını bu cür möhkəm bağlayırıq. Üzərinə də ağırlıq qoyuruq ki, yarpaqlar suyun üzərinə çıxmasın. Məhz suyun altında qalmalıdır ki, sabahın rəngi dəyişsin. Və bir gün gözlətdikdən sonra yarpaqlarımın vəziyyəti bu cürdür. Və mən yarpaqdan qalan suyu təzədən yenidən başqa bir qazanda qaynatmışam. İndi görəcəksiniz mən bu qablara necə yığıram. Bu cür səliqəli şəkildə bükmək lazımdır. Siz istədiyiniz formada bükə bilərsiniz. Mən bu cür bükürəm. Mənim üçün bu cür rahatdır. Və gördüyünüz kimi yarpaqlarımı artıq yığdım. Özünün də biraz suyu çıxdı, amma mən yarpağın öz suyunu biraz qaynatdıqdan sonra üzərinə yenə 2 xörək qaşığı duz əlavə edib qaynatmışam bu suyu. Təzədən yarpaqlarımın üzərinə tökürəm. 2 ədəd də alça əlavə eləyirəm ki, yarpağımın gözəl tam olsun. Bu cür yarpaqların həqiqətən də dolmada dadı çox gözəl olur. Və budur, mənim yarpaqlarım artıq hazırdır. Siz də hazırlayın, peşman olmarsınız. Hələlik.